Ancaq bizdədir, yəni bizim ölkədədir ki, hamı gözləyir ki, hansısa bir pik nöqtəsində, hansısa bir belə deyim, çıxılmaz bir vəziyyət olsun və ondan sonra biz gələk həkimə. Yəni əslində biz əlbəttə ki, bunu istəmirik. Çünki həm maarifləndirici videolarımızda, çıxışlarımızda, konfranslarda, həm bu dəfələrlə bildirmişik, yəni televiziya proqramlarında hansılar ki, çox sayda iştirak etmişik və hamısında çalışmışıq ki, xalqımızı maarifləndirək. Yəni sənin bir sıxıntın varsa, onu nə qonşu, nə hansısa bir o cür ağrıyan, belə deyim də, yaxının, nə bilim, filan kəs belə elədi, mənə də yaxşı olar, mən də onu eləyim. Onu heç vaxt eləmək olmaz. Nəyə görə? Çünki eyni yerdə olan ağrı başqa-başqa xəstəliklərin, başqa-başqa orqanların eyni özünü apara bilən xəstəlik ola bilər. Və bunu ancaq mütəxəssis təyin edib sənə bir son rəy, son bir qərar verə bilər. Bizdə belə bir məsələ də belə deyim, moddur deyəlim, bir ənənə halını alıb deyəlim. Həkimin yanına, həkimə deyir ki, doktor, 1 kilo analiz. Baxırsan, adam MRT-dən keçib, KT-dən keçib, olar, olmaz, nə qədər deyirsən müayinələri var. Hamısından keçib. Deyirsən, lap gözəl. Deyirsən ki, qardaş, sənin problemin nədir? Deyir ki, misal üçün, hansısa bir narahatçılığın var, hansısa bir şikayətin var. Baxırsan, deyirsən ki, gedib bürüzə eləyək. Deyir, doktor, mənim KT-im var, MRT-im var, nə bilim, o var, bu var, nə bilim, PET analizdən keçmişəm. Deyirsən ki, ehtiyac yoxdur. Deyir, doktor, necə yəni ehtiyac yox? Bəs deyir, qonşuda falan yer ağrıyordu, getdi MRT-yə, dedilər falan xəstəlikdir. Deyir, mən də getdim. KT-yə getdim, onu elədim, bunu elədim. Niyə də hamısında? Bir dəfə həkimə gəlmək daha az vaxt aparır, daha az belə deyim də, şübhənin daha tez aradan qalxmağına kömək olur. Nəinki gedib bir hansısa bir müayinənin qabağında gözləmək, müayinədən keçmək, cavabını almaq, onu eləmək, bunu eləmək daha çox vaxtın gedir də. Yəni nəinki bir həkimə gəlmək. Yox, bizdə elə deyil. Bizdə daha yaxşıdır ki, bütün müayinələrdən keçəsən və xəstəliyin bəlli olmaya, amma həkimin yanına getməyəsən. Həkimin yanında gələndə, həkim özü deyəndə 100% fikirləşirlər ki, ya bu nəsə bilmir, ya da ki, görəsən bu üzünü niyə istəyir məndən? Amma ən doğrusu nədir? Get həkimə, həkim sənə öz, belə deyəlim, diaqnozunu qoysun və onu təsdiqləyəndən sonra sən bir müalicə al. Yoxsa elə yalandan ora get, bura get, qonşu dedi, qohum dedi, o olmaz.